Sən ümumiyyətlə bilirsən nə danışırsan? Biz burada cümlə üzvü təhlil edirik. Sən say nə sayıdır? Sıra say. Ay Allah canı yanmasın bunu. Neçə oxul balam? Səylərin qırılsın. Başlayaq inşallah. Hə, mayda dəvuşun bilmədi təyinli olan şeydir. Keçən il keçməyimizə baxmayaraq 9-da da keçmişik, unuduqdur. Nə olsun ki unuduq, uşaqdır da, insan da, o da unuda bilər yəni. Elə deyil Adil. Adil də unudur. Məsəl üçün arada mən. Ha? Yaxşı. Deməli uşaqlar, təyin cümlədə əşyaya aid olur və əşyaya aid nəyi bildirmiş olur? Əlaməti, keyfiyyəti, sıranı və miqdarı bildirmiş olur. Miqdar və kəmiyyət. Düzdürmü? Təyin yeganə üzvdür ki, bütün cümlə üzvlərinin hamısına aid ola bilir. Özünə də aid ola bilir hətta. Təyin hansı suallara cavab verir? Necə? Nə cür? Hansı? Neçənci? Neçə? Nə qədər? Hə, Əli? Nə qədər? Nə qədər suallarına cavab verir. Təyinin işarəsi budur. Dalğalı. İndi baxaq görək. Təyinlər ümumi olaraq demişdik də, cümlə üzvlərinin quruluşuna görə növü ləman. 2 cür olur, eləmi? Sadə, bir də mürəkkəb. Yaxşı, sadə təyinlər nə ilə ifadə olunmuş olacaq? Əsas olaraq təyindirsə və bu suallara cavab verirsə, nə ilə ifadə olunmalıdır daha çox? Sifət, say və təbii ki, işarə əvəzliyi. Baxaq, sifətlə necə ifadə olunacaq? Stolüstü oyunları hamı bacarmır. Belə bir cümlə yazdıq. Bacarmır kim? Hamı. Nəyi? Oyunları. Necə oyunları? Stolüstü. Mürəkkəb sifət cümlədə oldu nə? Təyin. Düzdürmü? Bəs quruluşuna görə necə təyin? Bəs mürəkkəb söz daxil. Demişdik ki, nitq hissələri quruluşuna görə üstür olsa da hamısı sadə olmuş olur. Bəli. Və yaxud da adi sifətlə belə deyə bilərik. Yaxşı insanlara vaxtında qiymət vermək lazımdır. Dondu. Mən dedim, axı bayaqlarım gələk kondisioneri qurmayaq. Şudur. Qiymət vermək lazımdır. Olan şeydir, uşaqlar. İndi uşaqlar, siz mənə deyin görün, bax bu cümlədə təyin var mı? Hansı cümlədə? Görmürsən, Əli? Yox şey. Bəli. Lazımdır. Nə lazımdır? Yaxşı insanlara vaxtında qiymət vermək. Yəni bunu deməyimin səbəbi odur ki, belə məsələlərə diqqət eləyin ki, yəni tərkibin içərisindədirsə sifət gördük, say gördük, biz götürüb onların hamısını təyin kimi istifadə edə bilmirik. Oldu Rəhlə müəllimə? Buradasan da əsas odur. Sayla ifadə olunan təyinlər. Sayla ifadə olunan təyinlərdə yadınızda qalsın, numerativ sözlər sayla bərabər getmiş olur. Məsəl üçün deyirəm ki, bizə 2 nəfər qonaq gəldi. Buradakı təyin nə olacaq? Görünür uşaqlar? Görünür, hə, biraz zəif olsa da, indi Aynurə müəllimə onu pauza eləyəcək. Pauzama, stop eləcək. Deməli uşaqlar, burada nə gördük bayaq? Gördük ki, gəldi. Kim gəldi? Qonaq gəldi. Neçə nəfər qonaq gəldi? 2 nəfər. Bax, bu bütövlükdə olacaq nə? Təyin. Ay, sağ ol. Və yaxud da deyirəm ki, 5-ci sıra dolmayıb. Nə dolmayıb? Sıra. Hansı sıra və yaxud neçənci sıra? 5-ci sıra. Bax, gördünüzmü? Burada da say nə olmuş oldu? Təyin olmuş oldu.
Sən ümumiyyətlə bilirsən nə danışırsan? Biz burada cümlə üzvü təhlil edirik. Sən say nə sayıdır? Sıra say. Ay Allah canı yanmasın bunun. Neçə oxur balam? Səylərin qırılsın. Əvəzlik. Burasını deyərsiz kəsər də. Baxış sahib gəlməklə yanaşı altdan da yazıları qəşəng-qəşəng ifadələr yazırlar. Sağ olsunlar xalqım. Məni görürəm elə. Rəylərdə görürəm verdiyiniz cavabları. Əvəzlikdən ifadə olunur. Daha çox nə ilə uşaqlar? İşarə əvəzlikləri və təyin əvəzliklərdən. Məsəl üçün, işarə əvəzliyi deyirəm. Deyirəm ki, bu oğlanın adı Özcan. Bütün dərslərim sənlə bağlı deyə. Özcandır. Özcandır nə? Oğlanın adı. Hansı oğlanın? Bu. İşarə əvəzliyi oldu nə? Təyin. Düzdür? Və yaxud da məsəl üçün Əli. Deyirəm ki, elə uşaqlara qoşulma. Kimə qoşulma? Uşaqlara. Necə uşaqlara? Elə. Nə olmuş oldu burada? İşarə əvəzliyi və cümlədə təyin olmuş oldu. Təyin əvəzliklə nə olmuş olur? Deyirəm ki, bütün insanlar təmiz dünyaya gəlir. Kim? İnsanlar. Hansı insanlar? Bütün. Nə olacaq burada? Təyin əvəzliyi. Uşaqlar, təyin əvəzliklərin içərisində öz əvəzliyi yadımızda qalsın ki, müstəqil şəkildə cümlə üzvü olmur. Oldu mu? Öz haqqını tələb edirdi. Məsəl üçün, öz haqqını tələb edir. Tələb edir. Nəyi? Haqqını, hansı haqqını? Öz olmur. Nəyi tələb edir? Öz haqqını. Bu formada bütöv getmiş olur. Hardasa çünki bu da bütövlükdə qeyri-müəyyən yəlik hal sayılır. Bəlkə də ikinci növ kimi. Anladıq mı bunu? Anladıq. Bəs yaxşı. Bəzi hallarda şəxs əvəzliyi də təyin ola bilirdi. İstisna bir durum var idi. Ayşə. Xəbərin var mı o istisna durumuna? Hə, onu da istəkanı yazma, diqqət elə bura. İndi onlar da nə vaxtsa qarşımıza çıxar. Bax, deyirəm ki, bizim, sizin və onların ifadələrində özündən sonra gələn sözün mənsubiyyəti atılarsa, bizim ev yaxındadır. Olsaydı ki, bizim evimiz yaxındadır, o zaman bütöv üçüncü növ cümlə mübtədası olacaqdı. Amma ikinci tərəfdən mənsubiyyət şəkilçisi atıldığına görə nə olacaq? Ev sözü müstəqil mübtəda, bizim sözü isə olacaq hansı sualına cavab verən? Nə? Təyin. Oldu Özcan, gözlərin yol çəkir. Gözləyə qurban. Sonra feili sifət. Nə olur? Cümlədə ən çox sifət kimi demişdik, təyin olan nitq hissəsidir. Feili sifət. Məsəl üçün nə deyirəm? Oxuyan uşaqlar nəticədən bilinir. Kim bilinir? Uşaqlar. Necə uşaqlar? Oxuyan uşaqlar. Düzdür? Yazılmış testlər yoxlanıldı. Nə yoxlanıldı? Testlər. Hansı testlər? Yazılmış. Düzdürmü? Göndərilmiş məktublar ünvana çatdı. Hansı məktublar? Göndərilmiş. Və yaxud da bildiyim lətifələri neynədim? Lətifələri. Birinci sinifdə belə eləyirlər. Lətifələri danışdım. Hansı lətifələri danışdım uşaqlar? Tamamlıq. Bu da hansı bildiyim. Olacaq feili sifət cümlədə nə? Təyin. Ay, sağ ol. Bunlar sifətin əsas ifadə olunduğu nitq hissələridir. Bəs sifət başqa təyinin uşaqlar üzr istəyirəm. Təyin başqa nələrlə ifadə oluna bilir? İsimlə. Həmçinin zərflə. Necə ifadə olunurdu? Yadınızdadırmı? İsim adlı xalı keçəndə geniş-geniş izah eləmişdik orada. Bəli, mənsubiyyət şəkilçisi qəbul eləmiş adlı xallı isimlər də ola bilir. Deyirəm ki, şagirdim
şagirdim Toğrul yatır. Dərsdə yatır. Kim yatır? Toğrul. Hansı Toğrul? Şagirdim. Mənsubiyyət qəbul eləmiş isim. Və yaxud da adi formada da ola bilər. Birinci növ təyin söz birləşmələri. Məsəl üçün, necə idi bu? Sən dəri çanta aldın. Torpaq yol bağlanmışdı. Və yaxud da göz işlədikcə uzanırdı. Nə bilim, nə. Bağlanmışdı, nə? Yol. Necə yol? Torpaq yol. Dəri çanta çox baha idi. Nə? Çanta, necə çanta? Dəri. İsmailov. Düzdürmü? Əli pambıq corab geyinmişdi. Kim? Əli. Necə corab? Pambıq corab. Düzdürmü? İsmailov Əli. Yoxsa İsmailzadə? Olsun. Əsas odur ki, Əlisən. Zərf. Necə ifadə olunacaq zərflə? Məsəl üçün, yer zərfi. Deyirəm ki, aşağı küçələrdə işıq yanmır. Nə yanmır? İşıq harada küçələrdə, hansı küçələrdə? Aşağı. İçəri otaqlar çox qaranlıq idi. Nə? Otaqlar. Hansı otaqlar? İçəri. Yəni aşağı, içəri, yuxarı bu kimi ifadələr cümlədə zərf olaraq nə olur özdən? Təyin olur. Düzdürmü? Ayısı. Bəs yaxşı uşaqlar. Məstər təyin ola bilirmi cümlədə? Məstər təyin ola bilirmi? Məstər normalda təyin olmur. Hətta məstəri keçəndə dedik axı, onun özünə aid olmayan xüsusiyyət var. Bir cəmlənmək, bir də cümlədə təyin olmaq. Amma məstər hansı hallarda təyin ola bilirdi? Adil gözlərin getdi. Gözlərin fırlandı belə biri. Qoşma ilə, bəli, qoşma ilə istifadə olunanda, qoşma ilə işlənəndə. Məsəl üçün deyirəm ki, oxumaq kimi gözəl vərdiş yoxdur. Müstəqil xəbər, yadınızdadır da bu müstəqil xəbər. Nə yoxdur? Vərdiş. Necə vərdiş? Gözəl vərdiş. Necə gözəl vərdiş? Oxumaq kimi. Tamam mı? Burada artıq nə olacaq? Qoşma ilə işlənən məstərin cümlədə təyin olması. Amma təbii ki, bu məstərə aid deyil. Yəni, məstər normalda cümlədə təyin olması. Belə, keçirik nəyə uşaqlar? Mürəkkəb təyinlərə. Mürəkkəb təyinlər nə ilə ifadə olunacaqdır? Söz birləşmələrinin. Ən çox təbii ki, nə ilə ifadə olunacaq? Feili sifət tərkibi ilə. Düzdürmü? Çünki mürəkkəb sifət, mürəkkəb, nə bilim, əvəzlik falan, bunlar onsuz da cümlədə sadə təyin olmuş olurlar. Feili sifət tərkibi. Məsəl üçün, imtahandan yüksək nəticə göstərən şagirdləri yeməyə apardım, gəzməyə apardım. Hansı şagirdləri gəzməyə apardım? İmtahandan yüksək nəticə göstərən. Nə oldu? Feili sifət tərkibi oldu. Düzdürmü? El yolunda döyüşərək, vətən uğrunda döyüşərək şəhid olan insanlar dərsdən sonra görüşəcək İsmail. Unudulmur. Kim unudulmur? İnsanlar. Hansı insanlar? El yolunda, vətən uğrunda döyüşərək şəhid olan. Nə oldu? Şəhid olan ifadəsindən əvvəldəkilərdə birləşdi ona. Feili sifət tərkibi yarandı Toğrul. Düzdür? Düzdürmü? İndi gəldik nəyə uşaqlar? İkinci növ və üçüncü növ təyini söz birləşmələri də cümlədə təyin ola bilirlər. Necə? Məsəl üçün deyirəm ki, zavod direktoru İsmail müəllim çox insafsız adamdır. Adamdır. Kim? İsmail müəllim. Bildi ki, İsmail adam imiş. Düzdür? Hansı İsmail müəllim? Rəhilər. Hansı İsmail müəllim? Zavod direktoru. Gördünüz?
müstəqil şəkildə cümlədə hansı suala cavab verdi, təyin oldu. Və yaxud da zavad direktoru olmasın, olsun üçüncü növdə. Məsəl üçün, mənim şagirdim Murad ön sırada oturur. Halal olsun Murad. Kim oturur? Murad. Hansı Murad? Mənim şagirdim. Və yaxud da məktəbin yeni direktoru Səidə müəllimə iclasda yatmışdı. Kim yatmışdı? Səidə müəllimə. Hansı Səidə müəllimə? Məktəbin yeni direktoru. Elə olur. Yatmaq üçün ev var da, gedib evdə yatarsan. Dərsdə niyə özün bu vəziyyətə salırsan? Başa düşdünüz uşaqlar, ikinci və üçüncü növ necə cümlədə təyin ola bilir? İsmail, Hikmət. Gözəl. Bəs yaxşı uşaqlar, sizcə mürəkkəb ad cümlədə təyin ola bilərmi? Olarmış. Gözəl, gözəl. Hı? Deyin görək necə ola bilir? Qoşma ilə də ola bilir, müstəqil də ola bilir. Müstəqil də ola bilir. Bax, necə müstəqil? Qoşma ilə deyək. Deyirəm ki, Məhəmməd Füzuli kimi klassik şairlərimiz çoxdur. Çoxdur kim? Şairlərimiz. Necə şairlərimiz? Məhəmməd Füzuli kimi. Bax, qoşma ilə işləndə bir mürəkkəbat cümlədə oldu təyin. Bir də belə bir şey deyə bilərik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici ölkəyə səfər etmişdir. Deyək ki, xarici ölkələrə səfər edir. Düzdürmü? Kim səfər edir? İlham Əliyev. Hansı İlham Əliyev? Azərbaycan Respublikasının prezidenti. Baxın, birbaşa heç bir qoşma falan qəbul eləmədən müstəqil şəkildə cümlə nə ola bilir? Nə olur? Ayşə, sabahın xeyir. Təyin ola bilir. Bu da mürəkkəb adların cümlədə təyin olması. İndi uşaqlar bir şey qarışdırmırıq. Deməli, məsələn deyirəm ki, Murad xeyli dərs oxudu. Deyək ki. Sonra deyirik ki, Murad xeyli oxudu. Bir də deyirik ki, Murad xeyli narahat idi. Bir şeyə diqqət edəcəyik. Oxudu, nəyi oxudu? Dərsi. Nə qədər dərs? Xeyli. Dərs ismin aid olduğu üçün cümlədə oldu təyin. Oxudu, nə qədər oxudu? Xeyli. Olacaq burada birbaşa hərəkətin kəmiyyətini bildirdiyi üçün zərflik. Bir də narahat idi. Nə dərəcədə narahat idi? Xeyli. Baxın, xeylidir, qoşmalı sözlərdir, çoxdur. Bunlar əlamət bildirən xəbərə aid olanda əlamətin dərəcəsini bildirən nə olacaqlar? Zərfli olacaqlar. Bunu qeyd eləyin. Qarşınıza da çıxacaq testlərin içərisində. Nigar xanım. Hə? Hə, getdi. Bu hara getdi? Hə, qırağa toxundum deyə getdi. Olan şeydir bu. Necə? Qayda kimi. Kəmiyyət bildirən söz. İsmə aid olursa təyin. Feilə və sifətə aid olursa zərfli olur. Feilə və sifətə aid olursa zərfli olur. Feilə və sifətə aid olursa zərfli olur. Sonra da bu cümlələri yaza bilərsiniz. Murad xeyli dərs oxudu. Murad xeyli oxudu. Murad xeyli narahat idi.
Bir qədər narahat idi də deyə bilərsiniz, yəni fərq eləmir. Elə Zübeyir. Nə zaman bitəcək onda? Yaxşı, bunu yazdısa keçək. İndi dedik ki, təyin nə olur? Bütün cümlə üzvlərinin hamısına aid ola bilir. Təyin təyinə də aid ola bilir. Necə aid ola bilir uşaqlar? Bu proqramda bizdən soruşulmasa da buna deyirlər qeyri-həmciz təyinlər. Deyirəm, uzaqdan gələn həmin şagird Əlidir. Əlidir kim? Şagird. Hansı şagird? Həmin şagird. Hansı həmin şagird? Uzaqdan gələn. Baxın, gördünüzmü? Bunların arasında həmcinslik məsələsi, vergül, tabesli bağlayıcısı yoxdur. Bu, bunu təyin edibdir. Bax, bu da bunları təyin edibdir. Buna qeyri-həmciz təyin deyirlər. Qeyri-həmciz təyin. Təyinin bir də cümlədə həmcins olması üçün eyni bir sözə aid olması lazımdır. Məsəl üçün, olsaydı ki, uzaqdan gələn və bizi görməyən şagird Əlidir. Əlidir. Kim şagird? Hansı şagird? Uzaqdan gələn və bizi görməyən. Artıq buradakı feili sifət tərkibləri təyin olacaq və həmciz təyin olacaq. Çünki bunların ikisi də həmin bu şagirdlə bağlıdır. Amma burada artıq nə edəcək? Biri şagirdə aiddir, biri isə buna aid. Oldu mu? Belə. Bu da bizim nəyimiz? Təyinimiz. Necə? İsmi xəbərdirsə, ismi aiddirsə, niyə zərfli olsun ki? Əlbəttə təyin olur. Və belə bir cümlə yaza bilərik də, deyərəm ki, Adil, bax, burada belə bir şey çıxacaq. Adil yaxşı oğlandır. Oğlandır kim? Adil. Bildi ki, Adil oğlan imiş. Düzdür? Necə oğlandır? Yaxşı oğlandır. Yaxşı sözü oğlan isminə aid olduğu üçün cümlədə təyin olmuş olacaq. Amma olsaydı ki, Adil yaxşı oxuyur, ona görə telefonun əlindən alıblar. Olacaq nə? Oxuyur kim? Adil. Necə oxuyur? Oxumağının tərzini bildirəcək. Yaxşı. Bu da olacaq cümlədə zərflik. Oldu? Gözəl. Bu qədər uşaqlar. Allah zehninizi açsın. Hara gedirsiniz?